necə hardan başlayaq, amma mənim üçün bu doğrudan da çox maraqlıdır. Hansı bürc səni sevirəm deməkdə çox çətinlik çəkir? Oğlaq. Axı oğlaq dediyiniz kimi güclüdür. Yox, oğlaq bürclərin içində bax, oğlaq da dolçadır. Hava ünsüründən dolçadır. Sudan belə deyim, biraz əqrəbdə var belə bir şey, sudan. Torpaqda oğlaqdır. Yəni yedinci bir bürc deyərdim ki, oğlaqdır, insan üçün hər şey eləyir. Hətta belə deyim, qayğıya qalacaq. Səni sevirəm sözündən başqa sənin üçün hər şey eləyəcək. Necə ki, biri ilə maraqlanırsan, əzim hardasan. Necəsən? Qalın geymisənmi? Havası soyuqdur. Soyuğa vermə özünü. Və sair və axır. Bunların hamısını eləyəcək. Bircə dənə sevirəm cümləsini qura bilməyəcək. Çünki onlarda belə bir şey var. Qürur, mən onlar üçün bir videoda hazırlamışdım. Qürur kitabı deyilən bir şey var. Yəni o insanlar o qədər qürurlu olurlar ki, birdən sevirəm deyib yox cavabını alaram deyənə maraqlanmağı daha çox üstünlük verir. Qayğıya qalsın, onun üçün gözəl rəftar eləsin. Və dolça da belədir. Dolça niyə sevirəm demir? Çünki dolça azadçılığına bağlıdır. Konkret bağlıdır. Ox atan kimidir. Əqrəb niyə sevirəm deyə bilmir? Çünki məsələn əqrəblər bəzi əqrəblər deyə bilmir. Bəziləri çox qəşəng bir şəkildə ifadə eləyir. Əqrəb biraz qapanıdır. Məsələn, qabığında qalmağı xoşlayan bürcdür. Deyir ki, məsələn, xoşbəxtəmsə qoy belə davam eləsin, dost kimi davam eləsin. Birdən mərhələni aşaram, sevgi deyərəm. Bu belə gözəllikdən çıxar. Hər hansısa bir özü üçün qəşəng bir gözəllik yaradıb xəyalında. Sevirəm cümləsi ilə o xəyalı dağıda bilər. Ona görə əqrəb də biraz o xəyalda yaşamağı sevir. Unutamadım gitti. Hiç düşmedim mi aklıma?